Yaxşı. Uşaqlar, toplu 2019 həndəsədən hansı bölmə idi? Düzbucaqlı, kvadrat, romb və onların xassələri. Getdik. Birinci soru. Deyir ki, tərəfləri 3 və 4 olan düzbucaqlının diaqonalını tapın. Çəkirik düzbucaqlı 3-dür, 4-dür. Burada 3-dür. Diaqonalı çəkəndə düzbucaqlı 3 bucağı aldırmı? Deməli, Pifagora görə diaqonal bərabərdir 5-dir. B variantı. Keçirik üçüncüyə. Üçüncü belə. A, B, C, D rombunda. Rombu çəkin hamınız. A, B, C, D. Belə bir diaqonal çəkib. C, B, D-dir 65 dərəcə. B, A, D-ni tapın. B, A, D. Bu ayrı tapacaq. Şöyle rombun diaqonalının hansı xassəsi var idi? Bucaqlarının təm bölənləridir və qarşılığı perpendikular. Bucaqların təm böləndirsə, bu 65 olanda burada 65 olur mu? Kör bucaq neçə oldu? 130. Deməli, onda BAD bucağı, BAD də 130 dedizdə 50 dərəcə. D. Keçirik 5-ciyə. Hansı təklif doğrudur? Diqqətli olun, plus minus qoyun, ondan sonra ünlü soruşurum. Kvadrat rombdur, birincidə. Romb kvadratdır. Olmaya da bilir, həmişə deyir burada. Kvadrat düzbucaqlıdır. Düzbucaqlı kvadratdır. Şimdi hansılar doğru oldu? 1 və 3. Çünki kvadrat rombun bir növüdür. Eyni zamanda kvadrat düzbucaqlının bir. 1, 3, D variantı. 5'ə D yazdım. 7'ye baxaq. Diaqonallarından biri tərəfi ilə 75 dərəcə bucaq əmələ gətirən rombun böyük tərəfini tapın. 7-ci. Diaqonallarından biri romb çəkirik uşaqlar. Ən hasandında belə şəkli mütləq çəkməlisiniz. Rombdur. Deyir, biri tərəfi ilə 75 dərəcəlik bucaq əmələ. 75. Diaqonal təm böləndirmi? Deməli, burada 75 olur. Kör bucaq olur 150 dərəcə. Bizdən də kör bucaq olur. D variantı. Keçirik 9-cuya. Neçə düzbucaqlı təsvir edilmişdir? Şəkilə baxın. Paralelogram düzbucaqlı deyil. Düzbucaqlının özü ümumi formada düzbucaqlıdır. Bir də orada bir dənə də düzbucaqlıdır. Kvadrat, bəli. Deməli, A variantıdır 2. 9-da A variantı. 11. 11 belə uşaqlar. Tərəfləri 4 və 12 olan düzbucaqlının perimetrini tapın. Bilirsiniz ki, perimetr 2 vurar, A üstə gələk 1, 4 üstə gələk 12, cavab 32 elə. B variantı. 13. 13 belə. Şəkli çəkək. Bu M. Bura M. Deyir, M'in bərabərdir 9 olarsa, kvadratların perimetrlər cəmini hesablayın. Bunlar perimetrlər. Fərz edək ki, bura X-dir. Kvadrat olduğu üçün bunun bütün tərəfləri X-dir. X, X, X. Bura isə M'in cəmi 9 daxil. Deməli, bura olur 9 çıxar X. Yəni, bu kvadratlarına bütün tərəfləri 9 çıxar X-dir. 9 çıxar X. İndi baxaq, P1, yəni bu balaca. Nəyə bərabərdir P1 deyək? 4x perimetr. O birisi P2 nəyə bərabərdir? 4-ə vuranda 36 çıxaq 4x da bu. P1 üstə gələk P2 isə 4x. Üstə gələk 36 çıxaq 4x. Cavab 36 eləyir uşaq. C. Keçirik 15-ə. Perimetr 16 olan kvadratın diaqonalı. Perimetr 16-dırsa, deməli, tərəf 4-dür, diaqonalla 4 kökdə 2. B variantı. Keçirik 17. Təkliflərdən hansı doğrudur? Diqqətli olun. 1. Düzbucaqlının diaqonalları bərabərdir. Doğrudur. 2. Rombun diaqonalları perpendikulyardır. Bu da düzdür. Romb düzgün çoxbucaqlıdır.
Düzgün çoxbucaqlı nədir? Bütün tərəfləri və bütün bucaqlar. Deməli, bu doğru deyil. Rombun diagonalları bərabərdir. Xeyr. 1 və 2 doğru A variantı. Deməli, 17-də cavab A. 19. Kvadratın diagonalları arasındakı bucağı tapın. Kvadrat nəyin növüdür? Rombun. Rombun diagonallarının hansı xassəsi var? Perpendikulyardır. Və salam, 90 dərəcə. D. Keçək 21-ə. 21-də şəkili çəkib kvadrat verir. M, kat, el. Biraz arada dincəl. Çox danışırız. Bura P. Burada bir dənə bucaq verir. Deyək, KP bərabər 2PL. Bucaq M, K, P-ni tapır. KP nasıldır? KP 2PL. Məsələn, bura X-dırsa, bura 2X-dir. Onda bura neçə dərəcə olur? 30. Katet pateniyor. Diagonal da 45-45 bölür. Düzdürmü? 45 bura cəmi, 30 da bura neçə olur M-KP? 15 dərəcə. D var ya. Keçirik 23'ə. Perimetri 20. İti bucağı 60 olan rombun kiçik diagonalını tapır. Romb çəkirik. Perimetri 20-dirsə, deməli A bərabərdir 5-dir. Bütün tərəflər 5-dir. İti bucağı da 60-dır. 60 olanda da olur uşağı. Bizdən bu D-ni soruşur. Görürsünüz, bərabər yəni üç bucaq, yəni bunlarda 60-60-dır. Bərabər tərəfli üç bucaq alınır, P bərabərdir 5-dir. B olur. Keçirik 25-ə. 25 belədir. 2 kvadratın perimetrlər nisbəti 1-in 2-yə kimidir. Kiçik tərəf 5-dirsə də, böyük kvadratın tərəfini tapır. 10-dur, probabilir. Deməli, C variantı 10. 27. Perimetri 34. Tərəflərindən biri 5 olan düz bucağının diagonalını tapır. 27. P bərabər, bilirsiniz ki, 2 vuraq A üstə gələk B. Bu neçədir? 34. Tərəflərindən biri də B, 5. Deməli, A üstə gələk B 17-dir, deməli 12 olursun. Bizdən isə diagonalı soruşur. Diagonal da Pifagor teoreminə görə 13-ə bərabər. C. Keçirik 29-a. 29-da görək nə var? Perimetri 42. P bərabər 42. Eğri isə uzunluğunun 7-də 3 hissəsi olan. Məsələn, A bərabərdir 7-də 3B yazılır. Düz bucaqlının enini və uzunluğunu tapır. Deməli, A üstə gələk B bərabərdir 21 uşaqlar. Buradan da yazıram ki, 7-də 3B üstə gələk B bərabərdir 21-dir. Bu 7-də 11, düzmü dedim? A üstə gələk B 42-dirsə, en uzunluğunun 7-də 3 hissəsi. Bərabərdir 21-dir. Düz demirəm, axıyla, düz gəlmir. Heç nə, vururam 7-yə, neçə lira 7-yə vururam? 147, 14,7 biri. Düz gəlir mi? Deməli, B bərabərdir 14,7. A da bərabərdir, bunun 7-də 3 hissəsi. 14,7 vuraq 7-də 3. 2,1 zat var mı elə bir şey? 2,1 mi? 2,1? Yox. 2,1 də 3-ə vururuq. 6,3. 14,7 ilə 6,3. B. Bildizdə neynədik? A-nın əvəzinə 7,3 B yazdım. Təmirlər sistem kimi əldə. 31. 31. Onu əvvəlləri şifahət deyim. 31 belə uşaq. Rombdur, çəkin görək. A, B, C, D. Diagonalda B, D, sonra bir dərdə belə bir hündürlük çəkir. İndi nədir?
ADB 75 dərəcədir. AB də 5'dir. Burada 5'dir. BF'i tapın. 75. Bura 30 oldu mu? 30 dərəcə. Burada 30 dərəcədir. Onda 5 olanda bütün tərəflər 5'dir. 30 dərəcəlik bucaq qarşısındakı həmən bu H deyək də buna. Hipotenuzun yarısıdır. Deməli BF bərabərdir 2,5 Y. Keçirik 33'ə. 33 belə. Perimetri 12 olan düz bucaqlının bir tərəfi digərindən 2 dəfə böyükdür. Düz bucağının bir tərəfi x, o bir də 2x-dir. Kiçik tərəfini tapın. Deməli, ilk üstə gələk 2x, perimetrin yarısı, yəni 6'ya bərabər, 3x bərabər 6, x bərabər 2. Və kiçik tərəf də 2. B var. 35 belədir. Kör bucağı 120 olan rombun tərəfi 30'a bərabər. Kör bucağı 120'dirsə, deməli, iti bucağı 60'dır. Düzdür? 60. Tərəfi də 30'dur. Deyir, kör bucaq tərəfəsindən qarşı tərəfə endirilmiş hündürüyü onu 2 parçaya ayırır. Endirdik hündürüyü. Deyir ki, bu parçaların uzunluqlarını tapın. Sonra bu 60'dır. Düzdür? Bu 60'ı biraz balaca yazma 60. Burada 30 dərəcədir. Bura neçə olur? 15. Ümumi hamısı 30'da var. 15 olmuş. 15 və 15. 7. Keçirik 37'yə. 37 belə. Perimetri 16. Hündürüyü də 2 olan rombun iti bucağını tapır. Perimetr 16'dırsa, deməli tərəf 4'dür. Hündürlük də 2'dir. Düz bucaqlı 3 bucaq aldı. Hipotenuz 4, katet 2. Deməli, iti bucaq neçə olacaq? Heç kəs baxmır. Hipotenuz 4, katet də 2. Bu katetin qarşısındakı iti bucaq 30 dərəcə. B. 39